İndi isə çox həssas və çox vacib bir mövzuya keçək. Yaddaş və beyin sağlamlığı. Çünki insanların ən çox qorxduğu şeylərdən biri budur. Unutqanlıq başlayırsa bu normaldır, yoxsa xəstəlik? Gəlin bunu aydınlaşdıraq. Yaş artdıqca beyində müəyyən dəyişikliklər olur. Məsələn, informasiya emalı bir qədər yavaşlayır. Yeni məlumatı öyrənmək daha çox vaxt ala bilər. Bu fizioloji dəyişiklikdir, yəni normaldır. Amma əgər insan eyni sualı təkrar-təkrar soruşursa, yaxınlarını tanımaqda çətinlik çəkirsə, gündəlik işlərini unutmağa başlayırsa, vaxtı və məkanı qarışdırırsa, bu artıq normal yaşlanma deyil. Bu, demensiya və ya Alzheimer kimi xəstəliklərin əlaməti ola bilər. Elmi araşdırmalar göstərir ki, beyin də əzələ kimidir. İstifadə olunmadıqca zəifləyir. Yəni, yaddaşı qorumaq üçün beyni aktiv saxlamaq lazımdır. Necə? 1. Zehni aktivlik. Oxumaq, öyrənmək, yeni bacarıqlar qazanmaq, tapmacalar, şahmat, hesablamalar. Bunlar beyində yeni əlaqələr yaradır. 2. Sosial əlaqə. İnsanlarla ünsiyyət, söhbət, müzakirə. Bu, beynin ən güclü stimullarından biridir. Tək qalmaq isə yaddaşın zəifləməsini sürətləndirə bilər. 3. Fiziki aktivlik. Bəli, yenə hərəkət. Çünki hərəkət zamanı beyinə qan axını artır, bu da neyronların fəaliyyətini dəstəkləyir. 4. Düzgün qidalanma. Omega-3 yağ turşuları, vitaminlər, tərəvəz və meyvələr beyin üçün qoruyucu təsir göstərir. 5. Yuxu. Yuxu zamanı beyin təmizlənir, gündəlik informasiyanı emal edir. Yuxu pozulanda yaddaş da zəifləyir. İndi ən vacib mesaj. Unutqanlıq həmişə normal qocalıq deyil. Və yaxşı xəbər budur ki, beyin uzun illər özünü yeniləmək qabiliyyətini saxlayır. Buna neyroplastiklik deyirik. Yəni insan istənilən yaşda öyrənə, inkişaf edə və beynini gücləndirə bilər. Sadəcə bir şərtlə, beyni işlətmək lazımdır. Sonda bunu deyə bilərik. Yaddaşı qorumaq üçün sehirli dərman yoxdur. Amma həyat tərzi var və düzgün həyat tərzi beyni illərlə aktiv saxlaya bilər.